Bir adam möminlərin əmiri Ömərin yanına gəldi. Yanında oğlu da var idi. Ata oğul biri-birlərinə o qədər çox oxşayırdılar ki, sanki heç bir fərqləri yox idi. Ömər radiyallahu anh buna heyrət edərək belə dedi: Allaha and olsun ki, bugünkü kimi qəribə bir şey görməmişdim. İki nəfərin biri-birinə bu qədər bənzədiyini ilk dəfədir ki, görürəm. Qarğanın qarğaya bənzədiyi kimi biri-birinizə bənzəyirsiniz. Ərəblər bir şeyin bir şeyə çox bənzəməsinə bunu misal verirdilər. Adam dedi ki, ey möminlərin əmiri, onu anası ölü olduğu halda necə doğulduğunu bir bilsəydi. Ömər radiyallahu anh oturuşunu dəyişdi və üzünün cizgiləri dəyişildi. O belə qəribə şeyləri dinləməyi sevərdi və dedi ki, mənə anlat. Adam dedi ki, ey möminlərin əmiri, zövcəm bu uşağıma hamilə idi. Mən Allah yolunda səfər etməyə niyyətləndim. Zövcəm isə məni bu səfərdən saxlamağa çalışırdı. Səfərə çıxmaq üçün hazırlaşdım. Qapını bağlayıb dedi ki, hamilə olduğum halda məni necə atıb gedərsən? Və bundan sonra mən əlimi onun qarnının üzərinə qoyub dedim ki, ya Rabbi, bu uşağımı sənə əmanət edirəm. Sonra isə yola çıxdım. Allahın təqdiri ilə anası üçün səni Allaha əmanət edirəm demədim. Allahın diləməsi ilə səfərimi qəzasız və bəlasız başa vurub, yenidən qayıtdım. Evin qapısının bağlı olduğunu gördüm. Uşaqlarım yan başıma toplaşdılar və zövcəmin vəfat etdiyini mənə xəbər verdilər. İnnə lillahi və innə iləyhi raciun. Axşam yeməyi yediyim əsnada qəbirstanlıqdan bir duman qalxdığını gördüm. Dedim ki, bu duman nədir? Mənə dedilər ki, bu duman sənin zövcənin qəbrindən o dəfn edildikdən bu yana yüksəlməkdədir. Dedim ki, vallahi, Allahın yaratdıqlarından ən çox mənim bunu bilməyə haqqım var. Zövcəm güclü, sağlam, iffətli biri idi. Pislikdən çəkindirər, yaxşılığı əmr edərdi. Allah subhanahu teala əsla onu zayi etməz. Qalxdım və qəbrə doğru getdim. Uşaqlarım da ardımca gəldilər. Ey möminlərin əmiri, qəbri qazmağa başladım. Ta ki cəsəd görünənə qədər. Zövcəmi ölü olduğu halda, bu yanımda olan uşağımı isə diri olduğu halda onun ayaqları üstündə gördüm. Bu halda ikən bir münadinin, bir carçının nidasını eşitdik. Ey Allaha əmanət edən kəs, al götür əmanətini. Alimlər deyirlər ki, əgər o zövcəsini də Allaha əmanət etsəydi, əmanət etdiyi halda görərdi. Amma zövcəsini Allaha əmanət etməmək Allahın bir təqdiri idi. Bu səbəbdən ona unutturuldu. Ey Allahım, biz dinimizi sənə əmanət edirik. Ya Rabbil aləmin, bizi səbat ilə ruziləndir. Ta ki sənə yetişənə qədər. Ey cəlal və ikram sahibi olan.